Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Biz bu günlərim sizlərə 4 uşaqlı ananın evli ola-ola başqa kişiyə qoşulub qaçılmağından danışacağıq. Bu şəxs kimdir? Görəsən həmin şəxs, həmin ana niyə iki oğlan övladın Nur uşaqlar evinə qoydu? Bu şəxs 44 günlük vətən müharibəsində səngərdən səngərə atılaraq uğurlu əməliyyatlara imza atan qazimizin həyat yoldaşıdır. Bu hadisənin təfərrüatlarını qazimiz öz dili ilə qeyd edəcək. Dəyərli izləyicilərimiz, hazırda gördüyünüz kimi qazimizin yanındayıq. Tam təfərrüatı ilə biz bu məsələ haqqında elə qazi qardaşımızın öz dilindən eşitdik. Hər vaxt xeyir olsun. Salamlayıram hər kəsi. Mən Allah Firanov Rövşən Mahiroğlu, Füzuli rayon Balabəhmər kəndindənəm. Özüm 44 günlükdə yaralanmışam. Mənim məqsədim odur ki, mən birinci həyat yoldaşım Anar adlı şəxsindən qaçmışdır. Qaçandan sonra uşaqları mən gətirmişdim, yanımdaydı. 4'ün də yanımdaydı. İkisini verdim, qızları verdim, oğlanlar qaldı. Sizin 4 övladınız var, düzdürmü? Bəli. İkisini verdim, qızları verdim anasına, oğlanlar qaldı yanımda. 3-4 ay qaldı yanımda oğlanlar. Sonra mən zəng gəldi ki, uşaqları görmək istəyirəm. Mən də anası da olduğuna görə dedim ki, bir günlük verə bilərəm, baxa bilərsən, görə bilərsən. O da Allah'tı məni ana şəxs adından, oğlanla apardılar, qoydular uşaqlar Nur evinə. Nur evinə sonra da mən zəng eləyirəm, cavab vermədi, atdılar məni bloka, cavab vermədilər. Sonra da uşaqlarımı götürəmirəm. Mənim xəbərim olmadan, icazəm olmadan mənim heç xəbərim yox idi. Füzuli rayon icra hakimiyyətinə zəng vurdular ki, siz övladlarınızdan imtina edirsiniz. Dedim ki, xeyr. O nə deməkdir? Mənə qayıtdım ki, xeyr, mən imtina zad eləmirəm. Onu kim qoyubsa, xahiş edirəm, lazımdırsa ərizə zad, nə lazımdırsa eləyim, uşaqlarımı qaytarsınlar özümə. Sizin xəbəriniz olmuyor da uşaqları aparıb o Nur körpələr evinə qoyandı? Xeyr, mənim xəbərim olmuyor. Siz bəs nə vaxt bildiniz onu, uşaqlar artıq oradadır? Uşaqları qoyandan 3 gündən sonra mən uşaqlarımı görmüşəm. Məlumat veriblər icra hakimiyyətinə. Sonra bir həftədən sonra da o uşaqlar Nur evinin əlaqə nömrələrini tapmışam, özüm əlaqə saxlamışam. Dedi ki, bəli, anası gətirib qoyub, anası qoyub. Uşaqlar da xəstə olub, uşaqlar aparıb qoyub ora. 3 günündə olub uşaqlar. Mənim odur ki, Baş prokurorundan, Daxili İşlər Nazirindən xahiş eləməyə kömək eləsinlər. Mən uşaqlarımı çıxardım orada. Yəni, siz uşaqlarınızı hazırda oradan çıxartmaq istəyirsiniz? Bəli. Yoldaşınızın, yəni keçmiş həyat yoldaşınızın adı nə olur? Göyşov Yasəmən Nağdəli qızı. Bəs o qoşulub qaçdığı şəxs kim olur? Caniyev Anar. O haralıdır, kimdir? Lənkərandan olmalıdır. Nətər oldu ki, yəni birdən-birə uşaqları qoydu, qaçdı? Uşaqların 4'ünü də götürüb qaçmışdı gedəndən. Həmən Anarla qaçanda uşaqların 4'ünü də aparmışdılar. Bəs sonra necə oldu ki, uşaqların ikisi sizdə oldu? Sonra qayıtdı ki, mən uşaqlarımı istəmirəm, uşaqlarımı imtina edirəm. Qaçdım, o Anar da icazə vermir. Yəni 2 qız övladı olub, 2 də oğlan övladı, düzdür? Heç birisini istəmirik. Heç birisini istəmir. 2 oğlan övladınızı aparıb qoyub ora. Bəs qız övladınız haradadır hazır? Anasının yanındadır. Bəs qəbul eləmirsə, onu sonradan necə qəbul elədi? Bilmirəm. Bilmirsiniz? Bəli. Bu haqda aidiyyət üzrə müraciətlər eləmirsinizmi? Bəli, 102 yığmışam, baş prokurorluq yığmışam, bir cavab yoxdur. Heç bir cavab verilmir. Xeyr, də getmişəm sosiala. Sosiala da getmişəm, sosialda hələ bir demişlər, bir gün, 2 günə cavab veriləcək, o da cavab vermir. Bu hadisə nə vaxt baş verdi? Bu hadisə 2 ildir. 2 il bundan əvvəl olub da. Bəli, 2 ildir o qaçdığı vaxt.
Hazırda sizin onunla kəbininiz varmı, yoxsa Bəli. ləğv olubmu? Bəli var. Kəbininiz var. Bəli var. Siz ailə həyatı qurmusunuz yenidən? Bəli, bəli. Kəbin kəsdirmisiniz? Xeyr, mən də onun zaksın ayrılmanı gözləyirəm. Hə, o həmən şəxsin kəbini pozulmalıdır, nikah şəhadətnaməsi. Ondan sonra siz yenidən öz hazırki həyat yoldaşınızla birlikdə kəbin kəsdirməlisiniz də. Bəli, bəli. Nə demək istəyirsiniz buradan? Mən heç nə yuxarı məmurlardan köməkli istəyirəm ki, mən uşaqlarımı oradan çıxardım, başqa heç nə istəmirəm. Sizin istəyiniz yalnız övladlarınızı Nur Körpələr evidir, eləmi? Bəli, bəli, uşaqlar Nur evindən mən çıxartmaq istəyirəm, mən istəmirəm orada qalsın. Bəs bizim üçün də həqiqətən çox maraqlıdır, dəyərli izləyicilərimiz. Atasının razılığı olmadan bu iki oğlan uşağın o Nur evinə necə qoyublar? Yəni orada hər halda atanın da rəyi olmalıdır. Yəni sizinlə əlaqə saxlamadılarmı uşağınızı ora qoyanda? Xeyr, xeyr, mən nə edəcəyik, mənim xəbərim olmayıb gedən dura. Siz bununla bağlı həmin o uşaqlarınız hazırda olduğu Nur Körpələr evinə getdiniz, onlara sualı verdinizmi? Niyə? Bəli, danışmışam da, o da qayıtdı ki, biz kimi sosial gətirib bizə təhvil veririk, sosial daha vaxt desə biz onu verə bilərik sizə. Yəni, öz başımıza verənmərik uşaqlar sizə. Aydındır, aydındır. Dəyərli izləyicilərimiz, yəqin ki, hər birinizə aydın oldu. Bax, bu gördüyümüz qazi qardaşımız 44 günlük vətən müharibəsində səngərdən səngərə atılaraq uğurlu əməliyyatlara imza atan bir şəxsdir. Onu qeyd edir ki, 2 il bundan öncə, yəni bunun həyat yoldaşı uşaqları ilə birlikdə bunu qoyaraq başqa bir kişiyə qoşulub qaçıb. Və eyni zamanda apardığı uşağı bir müddətdən sonra qazi qardaşımıza 2 övladın, yəni oğlan uşaqların gətirir, təhvil verir. Bir müddətdən sonra olur da. Sonra gəlir uşağın görmək adı ilə uşağın, yəni 2 oğlan uşağını götürür, aparır və ondan sonra bu qazi qardaşımızın telefonunu açmır, bloka atır və uşaqları da aparır, qoyur Nur uşaqlar evinə. Bu məsələdən xəbərdar olan ata hara müraciət etsə də bugünkü gündə övladlarına sahib çıxa bilmir. Nə istəyirlər? Deyirlər ki, get neynə, nə gətir bizim üçün? Yəni bizim üçün heç nə deyil, get sosialdan icazə alıb gələ uşaqları verə bilərik. Yəni uşaqlar Nur evinin müdiriyyəti belə deyir. Müraciət etmisinizmi sosiala? Bəli, bəli. Onlar nə deyir? Onlar da dedi ki, gedin 2 günə xəbər edəcəm, o da məlumat vermirlər. O 2 günün üzərindən nə qədər keçir? 3 aydır. 2 ay, 3 ay keçir. Siz gedib orada övladlarınızı görə bilirsinizmi? Bəli, bəli, gedirik. Uşaqlar Nur evinin müdiriyyəti tərəfindən deyilib ki, həmişə bizim qazilər, şəhid ailələri, veteranlar bizim qapımız açıqdır sizin üzlərinizə. Ha vaxt gəlsəniz də uşaqlar da bizim yanımızdadır, narahat olmayın. Sadəcə deyirəm ki, mən uşaqlarımı götürmək istəyirəm. Uşaqsız mənim ürəyim partlayır. Mən bunu demişəm onlar dəfə. Biz inanırıq ki, aidiyyəti qurumlar bax bu gözəl qardaşımıza dəstək olacaq, uşaqların oradan götürüb saxlanması üçün. Hazırda yəni bu həyat yoldaşınızdan övladınız varmı? Xeyr. Yoxdur da övladınız. Xeyr. Oldu. Allah əmanət olun dəyərli izləyicilərimiz. Özünüzdən müğayət olun. İnşallah növbəti videolarımızda görüşənədək.